Leyla Əbdülşəriflə üz-üzə oturmuşdu. Əbdülşərif arıq, balaca boylu, çopur sifətli bir adam idi. "Məni bağışla həmşirə," o dedi. Köynəyinin yaxasını səliqəyə salıb əlindəki dəsmalı alnına çəkdi. "Mən görünür hələ tam sağalmamışam." Leyla elə oturdu ki, sağ qulağı qonağa yaxın olsun. "Siz valideynlərimi tanıyırdınız?" Leyla soruşdu. "Yox," Əbdülşərif tələsik cavab verdi. "Yaxşı olar ki, lap əvvəldən başlayım," dedi. Sonra dodaqlarını, alnını sildi. "Mən biznesmenəm. Bir neçə dükanım var. Əsasən də kişi geyimləri satırıq. Peşəvarda anbarım da var. Ona görə də tez-tez oralara gedib gəlirəm. Bu günlərdə yenə işimlə əlaqədar peşəvarda idim. Sifarişlər aldım, inventarizasiya apardım. Nəysə, keçən həftə mən Kabilə gəlməli idim, amma xəstələndim. Xəstəxanaya düşdüm. Qızdırmam qalxdı. Üşütməm də ara vermədi. Ayaq üstə güclə dayanırdım. Həkim dedi ki, qanım zəhərlənib. Məni xüsusi bir şöbədə yerləşdirdilər. Ağır xəstələr üçün olan palatada." Əbdülşərif cibindən iri ağ rəngli həblər çıxartdı. "Belə iri dərmanlar olar," deyindi və dərmanlarını atdı. Leyla gözlədi ki, Əbdülşərif dərmanını atsın. Qız hiss edirdi ki, nəfəsi təngiyir, ayaqları qıc olurdu. Elə bil ayaqlarına daş bağlamışdılar. Öz-özünə deyirdi ki, nahaq təşvişə düşür. Əbdülşərif hələ ki pis bir şey deməyib. Fikirləşdi ki, nə qədər ki deməyib, qalxıb getsin. Ayaqları sözünə baxsa, çıxıb getsin buradan, uzaqlaşsın. Eşitmək istəmədiyi sözləri eşitməsin. "Bax, sənin dostunla mən orada tanış oldum," Əbdülşərif dedi. "Məhəmməd Tariq Vəlizayi ilə." Leylanın ürəyi sancdı. Tariq xəstəxanadadır, xüsusi şöbədə, özdə ağır xəstələr üçün. Ağzı bir anda qurudu. Oturduğu yerdə diksindi. Yox, o özünə ələ almalı idi. Əks halda müvazinətini saxlaya bilməyəcəkdi. "Nə baş verdiyini mənə tibb bacısı danışdı," Əbdülşərif dedi. O sanki dərmanını asanlıqla udmaq üçün sinəsinə vurmağa başladı. Sonra davam etdi. "Deyilənə görə sənin dostun başqa qaçqınlarla birlikdə, onlar 23 nəfər olub, yük maşınında Pişəvara gedirlərmiş. Sərhəddə onlar hər iki tərəfdən atəş altına düşürlər. Mərmi düz yük maşınına dəyib. Təsadüfən ya hədəfə alınıb başa düşmək olmur. Amma 16 nəfər həlak olub. 6-sı isə xəstəxanada, həmin xüsusi şöbəyə yerləşdirilib. Bir sutkadan sonra yaralılardan 3-ü də ölüb. 2 qız, deyəsən onlar bacı olublar, sağ qalıblar, onları buraxıblar. Sənin dostun Vəlizai isə xəstəxanada qalıb. Mən xəstəxanaya gedəndə o artıq 3 həftə idi ki, orada yatırdı." Leylanın nəfəsi kəsilir, tövşüyürdü. "Onun çarpayısı mənimki ilə yanaşı idi," Əbdülşərif davam etdi. "Aramızda yalnız bir pərdə sallanırdı. Mən onu aydın görə bilirdim." Əbdülşərif nədənsə barmağındakı nişan üzüyünü fırlatmağa başladı. İndi daha astadan danışırdı. "Sənin dostun, o çox ağır yaralanmışdı, çox ağır, başa düşürsən? Onun hər yerindən rezin borular asılmışdı. Ona tez-tez ağrı-kəsici iynələr vururdular. Amma hərdən dərmanlar təsirini itirir, təzəsi isə hələ vurulmurdu. Bax, onda mən öz yerimdən onunla danışırdım. Mən ona dedim ki, kiməm, hardan gəlmişəm. Mənə elə gəldi ki, o çox sevindi. Öz yerlisini tapmışdı, özünə həmvətən tapmışdı. O da hərdən danışırdı. Bəzi sözlərini ayırd etmək olmasa da başa düşürdüm onu. O harada yaşadığından danışırdı. Evlərindən, Qəznədə yaşayan əmisindən, anasının necə dadlı yeməklər bişirdiyindən, atasının akordionda necə yaxşı çalmasından danışırdı. Amma ən çox səndən danışırdı. Deyirdi ki, görüm necə deyirdi? Hə, deyirdi ki, sən onun uşaqlıq xatirəsisən. Məncə səni çox istəyirdi. Dərhal görünürdü. Amma deyirdi ki, yaxşı ki, sən orada yoxsan. Yaxşı ki, sən onu bu halda görmürsən. Leylanın ayaqları yenə də keyildi. Elə bil döşəməyə yapışmışdı. Mən ona deyəndə ki, Kabilə gedirəm, xahiş etdi ki, səni axtarıb tapım, Əbdülşərif dedi. Sənə deyim ki, o daim sənin haqqında fikirləşir. Sənin üçün darıxır. Mən ona söz verdim. Bilirsən, o mənim xoşuma gəlirdi.
Açığı çox yaxşı oğlan idi, əsl kişi idi. Bir dəfə gecə qəfildən oyandım. Gördüm ki, palatada nəsə səs-küy, qarışıqlıq var. Həm də mənə yuxu iynəsi vurulmuşdu. Bu halda yuxu ilə gerçəkliyi ayırmaq çətin idi biraz. Yadımda qalan odur ki, həkimlər onun çarpayısı ətrafında fırlanır, həyəcanla danışır. Gah bu dərmanı, gah o iynəni istəyirdilər. Döşəmədə işlənmiş şprislər atılıb qalmışdı. Səhər açılanda gördüm ki, onun çarpayısı boşdur. Dayədən soruşdum. Dedi ki, çox dözümlü apardı özünü. Son qüvvəsinəcən çarpışdı. Leyla duman çökmüş baxışları arasından gördü ki, Əbdülşərif başını yelləyir. O hər şeyi başa düşdü, hər şeyi. Onsuz da bu adamı görən kimi ürəyinə danmışdı ki, o nə xəbərlə gəlib. Əvvəlcə elə fikirləşdim ki, sən adda adam yoxdur, Əbdülşərif dedi. Elə hesab edirdim ki, bu morfi vurulmuş adamın fantaziyasıdır. Bəlkə də özüm düşünürdüm ki, sən yoxsan, yəni olmasan yaxşıdır. Bilirsən, adamlara pis xəbər verməkdən zəhləm gedir. Amma ona söz vermişdim. Bir də ki, dediyim kimi, ondan xoşum gəlmişdi. Bir neçə gün qabaq buraya gəldim. Səni soraqlaşmağa başladım. Qonşular bu evi göstərdilər. Sonra da baş vermiş fəlakəti, valideynlərinin başına gələn qəziyyəni danışdılar. Baş verənləri eşidəndən sonra fikrimdən daşındım. Sənə necə deyəcəkdim? Deyirdim ki, sənin üçün lap ağır olar. Dərdinin üstünə dərd gələr. Kim olsa dözməz buna. Əbdülşərif stolun üstündən əlini uzadıb Leylanın dizi üstə qoydu. Amma mən qayıtdım. Hesab edirəm ki, o bütün bunları sənin bilməyini istəyirdi. İnanıram ki, o belə istəyirdi. Amma məni bağışla. Leyla daha qulaq asa bilmirdi. Əl qolu qıc olmuşdu elə bil. Oturduğu yerdəcə qalmışdı. Əlləri dizlərinin üstündə, baxışları dalğın, fikri sərgərdan idi. Təəssüf edirəm, Rəşid Leylaya dedi. Eyni zamanda Məryəmə baxmadan arvadının əlindən mastava dolu qabı aldı. Mən bilirdim, siz çox yaxın dost idiniz. Həmişə bir yerdə, lap uşaq yaşlarından. Baş verənlər əlbəttə ki, dəhşətlidir. Nə qədər belə əfqan cavanları həlak olub indi. O Leyladan gözünü çəkmədən qeyzlə əlini yellədi. Məryəm salfeti ərinə verdi. Neçə illər idi ki, Məryəm bax beləcə onun necə yediyinə baxırdı. Necə çeynəyir, barmaqları ilə düyünü necə yumrulayıb ağzına qoyur. O biri əlinin arxası ilə ağzından, dodaqlarından düyünü necə silirdi. İndi isə o qaşıqla yeyirdi, salfet işlədirdi, lütfən sözü ilə müraciət eləyirdi. Həm də tez-tez danışırdı, dil boğaza qoymadan. Məndən soruşsalar deyərdim ki, Amerikalılar 80-ci illərdə hikmətyara nahaq silah veriblər. Sovetlərə qarşı vuruşmaq üçün MK-yə ona nə qədər silah verib. Sovetlər artıq gedib, amma silahlar hələ də onun əlindədir. İndi də o bu silahları sənin valideynlərin kimi günahsız adamlara qarşı çevirir. Adını da cihad qoyubdu. Bu ki, adamı ələ salmaqdır. Qadınları, uşaqları öldürməklə cihadın nə əlaqəsi var? Yaxşı olardı ki, MK-yi komandir Məsuda silah verərdi. Təəccübdən Məryəmin qaşları qalxdı. Komandir Məsud. Məsudu söyən Rəşid deyil idi. Rəşid demirdi ki, Məsud xain və kommunistdir. Hə də, Məsud axı tacikdir, Leyla kimi. Leyla dodağı altında nə isə anlaşılmaz bir şey dedi. Qabındakı ət yumrusunu o yan bu yana çevirməyə başladı. Rəşid xeyli razılıqla başını yellədi. Güya ki, çox müdrik bir söz eşitmişdi. Məryəm baxışlarını kənara çevirdi. Bilirsən, sənin atanla Allah ona rəhmət eləsin. Mən belə şeyləri tez-tez müzakirə eləyirdik. Onda sən hələ doğulmamışdın. Siyasətdən, kitablardan danışırdıq, dedi Rəşid. Nəysə, birdən belə siyasi söhbətlərlə sənin zehləni tökərəm, Rəşid dedi. Biraz sonra Məryəm mətbəxdə qabları yuyarkən içində bir hirs, bir acıq baş qaldırdı. Məsələ onda deyil idi ki, Rəşid nə dedi, necə yalanlar dedi, necə yalandan canı yalanlıq elədi. Heç iş onda da deyil idi ki, Leylanı dağıntılar altından qazıb çıxardığı gündən bəri Məryəmə əl qaldırmamışdı. Məsələ onda idi ki, bütün bunları Rəşid hansısa bir niyyətlə qəsdən eləyirdi, tamaşa qurmuşdu. Aydın görünürdü ki, o qızda bir təəssürat oyatmaq istəyir. Bicliklə, saxta qayğıkeşliklə onun xoşuna gəlmək istəyir, onu heyrətləndirmək istəyirdi.
Birdən-birə Məryəm anladı ki, onun şübhələri əsassız deyil. Qəfildən və dəhşətlə başa düşdü ki, o bu yolla Leylanı dilə tutur, ələ alır. Nəhayət birazdan əsəblərini birtəhər sakitləşdirdi. Rəşidin otağına getdi. Niyyətindən xəbərdar olduğunu dedi. Rəşid isə siqaret yandırıb sakitcə dedi. Niyə də yox? Rəşidin sakitcə hər şeyi boynuna alması, bu haqda adi bir şeymiş kimi danışması Məryəmin əl-qolunu bağladı. Gəl otur, Rəşid dedi. Çarpayısında arxası divara tərəf sərələnmişdi. Gəl otur, yoxsa ürəyin gedəcək. Yıxılıb başını partladacaqsan. Məryəm birtəhər özünü çarpayının yanında qoyulmuş qatlama stola yıxdı. Biz bu vəziyyəti qanuniləşdirməliyik, Rəşid dedi. Adamlar nə deyər? Ayıbdır. Ərsiz, cavan bir qadın mənim evimdə. Mənim adıma yaraşmaz. Elə onun da. Bilmək istəsən sənin də. Bu 18 ildə, Məryəm dedi. Səndən heç nə xahiş etməmişəm. Heç bircə dəfə də. Amma indi xahiş edirəm. Əgər bunu deyirsənsə, o burada elə-belə qala bilməz. Mən onu burada elə-belə saxlaya bilmərəm. Yedirdib yedirə bilmərəm. Mən qırmızı xat cəmiyyəti deyiləm, Məryəm. Axı, Məryəm dedi və susdu. Axı nə? Deyirsən çox cavandır. Onun 14 yaşı var. Daha uşaq deyil. Yadına sal, sənin 15 yaşın vardı. Mən doğulanda isə anam 14 yaşında olub. Mən bunu istəmirəm. Məryəm nifrət və ümidsizlik içində güclə deyə bildi. Bunu sən deyə bilməzsən, Rəşid dedi. Bunu o və mən həll edə bilərik. Lap istəyirsən başqa variant da var. Qoy çıxıb getsin. Qabağını tutmaram. Amma çoxmu uzağa gedə bilər? Susuz, yeməksiz, cibində pul yox. Hər tərəf güllə mərmi yağışı içindədir. Axşam tərəfi Məryəm bunları Leylaya dedi. Qız xeyli susdu. Heç nə demədi. O səhərə cavab gözləyir, Məryəm dedi. Lap indi olsun, Leyla dedi. Mən razıyam. Əbdülşərif gəlməzdən qabaq Leyla qərarı almışdı ki, Pakistana getsin. İndi fikirləşirdi ki, hətta Əbdülşərif bu xəbəri verəndən sonra da o Pakistana gedə bilərdi. Təki bu yerlərdən uzaq olsun. Hara olur olsun, təki hər döngəsində tələ qurulan, hər küçəsində iblis gizlənən bu şəhərdən uzaqlaşsın. Lap təhlükəli olsa belə. Amma qəfildən məlum oldu ki, heç yana gedə bilməz. Özü də gündən-günə şiddət edən bu qusmağıyla. İndi o necə qaça bilərdi? Leyla dostlarını, doğmalarını yadına saldı. Əhmədlə Nur ölüb, Həsinə harasa köçüb gedib. Giti sağ deyil, anası və babi yoxdur, indi də Tariq. Amma gör nə möcüzədir ki, hər halda keçmiş həyatından nəsə qalıb. Onu, indiki tək-tənha Leylanı əvvəlki Leylaya bağlayan nazik bir tel qalıb. Tariqin kiçik bir parçası. Bir gün doğulacaq yəqin. Leyla onu Tariqə, keçmiş həyata bağlayan bu yeganə teli qıra bilərdimi? Tez də qərar qəbul etdi. Tariqlə birlikdəliyindən 6 həftə keçirdi. Biraz da keçsə Rəşid şübhələnə bilərdi. Bilirdi ki, onun edəcəyi şey ləyaqətsizlikdir, əxlaqsızlıqdır, rüsvayçılıq, biabırçılıqdır. Xüsusən Məryəmə qarşı haqsızlıqdır. Amma onun bətnindəki körpə gilə meyvə kimi ufacıq olsa belə, Leyla artıq bilirdi ki, ana bir çox şeyi qurban verməlidir. Leyla səssiz-səmirsiz keçən mərasimin yalnız fraqmentlərini xatırlayırdı. Rəşidin kostyumunda krem bulaşığı, onun vurduğu tünd ətir qoxusu, xırtdəyinin üstündə ülgüc tiyəsinin təzə kəsiyi, siqaretdən saralmış barmaqlarının onun barmağına üzük taxması, yazmayan qələm, təzə qələm gətirirlər, nikah müqaviləsi və onlar imzalayırlar. Gündüzlər Məryəm demək olar ki, Leylanı görmürdü. Yuxarıdan eşitdiyi çarpayı cırıltısı, addım səsləri, hamama atılan suyun şappıltısı ya da stəkana dəyən qaşıq səsi Leylanı onun yadına salırdı. Hərdən pilləkənlarda görünən qız tez də kölgə kimi yuxarıda yoxa çıxırdı. Belə şey olar, bir gün Rəşid dedi. Bu nədir? Mən ki 2 heykələ evlənmişəm. Məryəm, gəlin danışın. Danış, Leylaya nəsə de, belə yaramaz. Əlindəki sümüyün iliyini sonra Leylaya üz tutdu. Sənsə onda günah görmə. O sakit qara dinməzin biridir. Məryəm, sən haramı olduğunu Leylaya demisən? İndi Məryəmin 33 yaşı var idi, amma bu məşum harami sözü hələ də onun qəlbini yaralayırdı. Rəşid danışmağa davam edirdi.
Birdən dedi: "Mən evdə olmayanda Məryəm mənim gözüm, eşidən qulağım olacaq." Bu yerdə Rəşid xəbərdar edici baxışla Məryəmə sarı qanrıldı. Elə bil altına dəmir vurulmuş başmaqla Məryəmin alnına vurdular. "Ona görə yox ki, mən sənə inanmıram," Rəşid dedi. "Əksinə, düzünü desəm sən yaşına görə çox ağıllısan, Leylacan. Amma hər halda sən çox cavansan. Yəni doktorə cavan. Cavan qadın isə yanlışlar yapa bilər. Biraz göz qoymadan başına bəla gələ bilər. Məryəm isə hər halda yanlışlığa yol verməz." Rəşid çox danışdı. Məryəm gözlərinin küncü ilə qıza baxır. Kabil mərmiləri kimi onların üstünə yağan tələb və hökmləri dinləyirdi. Bir gün Məryəm Rəşidin qurumuş köynəklərini ipdən açıb evə gətirmiş. İndi də qonaq otağında onları qatlayır, yerbəyir eləyirdi. Leylanın otağa nə vaxt girdiyini görməmişdi. Bir köynək götürüb qatladı, yerinə qoymaq üçün çevrildi. Yalnız bu zaman qızı gördü. Leyla qapıda durmuşdu. Əlində isə bir fincan çay. "Qorxutmaq istəmədim səni, bağışla," dedi Leyla. Məryəm isə heç nə demədi. Məryəm Leylanın fincanı sıxan əllərindən, barmaqlarından, duruşundan hiss eləyirdi ki, qız hirslidir. Düşündü ki, yəqin çarpayısında bir yerdə oturmaqdan bezib, ona görə də əsəbidir. "Yarpaqlar saralır, görürsən?" Leyla şövqlə dilləndi. "Payız mənim sevdiyim fəsildir. Bağlarda yarpaqları yığıb yandıranda onların qoxusundan xoşum gəlir. Anam isə yazı baharı xoşlayırdı." "Sən anamı tanıyırdın?" Leyla dedi. "Uzaqdan uzağa tanıyırdım." Qız əlini qulağına tutdu. "Nə? Eşitmədim." Məryəm bərkdən dedi. "Dedim ki, yox, yaxından tanımırdım." "Aa, nəsə lazım idi sənə?" Məryəm dedi. "Məryəmcan, istəyirəm ki, dünən onun dedikləri haqda..." Məryəm onun sözünü kəsdi. "Mən özüm də bu haqda səninlə danışmaq istəyirdim." "Hə, yaxşı olar," qız tələsik dedi. Elə bir səsi açıldı, yüngülləşdi biraz. Bir addım da qabağa gəldi. "Mən sənə xidmətçi olmayacağam," Məryəm kəskin bir səslə dedi. "Olmayacağam vəssalam." Qız səksəndi. "Yox, əlbəttə ki, yox. Lap səray mələkəsi olsam belə, mənimlə bu cür davranmağına qoymaram. Ona şikayət eləyə bilərsən, o boğazımı kəsə bilər. Amma məndən sənə kəniz olmayacaq, eşitdin?" "Əlbəttə yox, mən elə bunu demək istəyirdim sənə." "Əgər fikirləşirsənsə ki, o yaşıl gözlərinlə məni bu evdən rədd eləyə bilərsən, onu da səhv eləyirsən. Mən bu evə səndən qabaq gəlmişəm. Məni belə asanlıqla qova bilməzsən bu evdən. Buna imkan vermərəm," Məryəm dedi. "Bu heç mənim ağlıma gəlməyib," Leyla məzlum-məzlum dedi. "Görürəm ki, daha yaraların da sağalıb. İndi də evdə özünə aid işləri özün görə bilərsən." Qız tələsik başı ilə təsdiq etdi. Fincandakı çayı biraz dağıtdı, amma özü hiss etmədi. "Elə yanına ən çox buna görə gəlmişəm ki, təşəkkür eləyim sənə." Məryəm onun sözünü kəsdi. "Əgər belə bilsəydim ərimi oğurlayacaqsan, əlimdən alacaqsan, səni yedirtməzdim, yumazdım, gecə-gündüz qulluq etməzdim sənə." "Oğurlamaq?" Leyla dayandı. "Yeməyi yenə də mən bişirəcəyəm. Qabları da yuyacağam. Pal-paltarı yumaq, evi silib süpürmək sənlikdir. Qalan işləri isə növbə ilə görəcəyik. Bir də ki, sən mənim dostum rəfiqəm olmağa çalışma. Mən istəmirəm. Yaxşı olar ki, tək qalım. Məni sakit buraxsan, mənim də səninlə işim olmaz. Bax, beləcə yaşayacağıq. Bu qaydalara əməl edəcəyik." Məryəm sözünü deyib qurtaranda hiss etdi ki, ürəyi az qala köksündən çıxır. Dili ağzı qurumuşdu. Bu sayaq heç vaxt danışmamışdı. Ürəyindəkini heç vaxt belə qətiyyətlə bildirməmişdi. Qeyzi qəzəbi partlamışdı. Amma qızın gözlərindəki yaşı gördü. Üzünün ifadəsi dəyişdi. Düşündü ki, nahaq belə kəskin danışdı. Məyər bu sözlər Məryəmi təskin etməyə kifayət elədi? Əlindəki köynəkləri qıza uzatdı. "Bunları komoda qoy, şkafa yox. O xoşlayır ki, ağlar lap yuxarıdakı siyirmədə olsun. Qalanı isə aşağı siyirmələrdə olmalıdır." Leyla əlindəki fincanı tez döşəməyə qoydu. Əllərini uzadıb köynəkləri Məryəmdən aldı. "Bağışla məni, bütün bunlar üçün bağışla," deyib hıçqırdı. "Sənin günahın var, əlbəttə var," Məryəm dedi.
Həmin qış Leyla dörd divar arasında qalmışdı. Uşaqlıqda gördüyü geniş, əngin göyləri arzulayırdı. Babinin onu buzkaşi oyunlarına apardığını yadına salır. Anası ilə Mandaiyə dükan bazara getdiyini yadına salır. Giti ilə Həsinə ilə küçədə gəzib dolandığı günləri yadına salırdı. Tariklə çay kənarında, yonca üstündə oturduğu günlər, bir-birinə tapmaca dedikləri, konfet yedikləri günləri yadına salırdı. Amma həmin 1992-ci ilin qışı silib süpürməklə keçdi. Divarları sürtüb təmizləməklə, həyətdə iri misləyəndə paltar yumaqla keçdi.